Mövla-i Müttəqiyanın mübarək hədislərindən qeyd eləyək. Ən-Num əl-Qeybə deyilən bir mötəbər bizim kitablarımızdan Əbi Vaildən bir hədis rəvayət olunur ki, Həzrət Mövla-i Müttəqiyan bir gün Həzrət Hüseyn əleyhissalamın üzünə baxıb buyurdu: Bu oğlum Peyğəmbər əleyhissalam onu başçı adlandırdığı kimi başçıdır. Çünki biz hədislərdə oxumuşaq, Həsən və Hüseyn oturduğu halda, qalxdığı halda, yəni qiyam halında hər bir halda rəhbərdir və imamdır. Həzrət Peyğəmbər əleyhissalam buyurubdur. Həzrət onu da buyurur. Sonra buyurur, Allah onun belindən dünyaya adı Peyğəmbərimizlə eyni olan həm sifətdən, həm əxlaqdan ona oxşar bir şəxs dünyaya gətirəcəkdir. O insanlar qəflət içində olanda haqqın öldüyü, ədalətin öldüyü, zülmün aşkar olduğu bir zamanda zuhr edəcəkdir. İndi Həzrət burada and içir. And olsun Allaha, əgər qiyam etməsə boynu vurulacaq. Yəni bu Allahın bir qəti hökmüdür ki, o gün gələcək və o gündə imam zuhr edəcək ki, və etməlidirlər. Onun qiyamı ilə göylərin əhalisi və sakinləri şad olacaqlar. O açıq alınlı, uzunsov burunlu, böyük qarınlı, aralı budulu, yəni ayaqları aralı budulu, solu budu xallı, seyrək dişi olacaqdır. Yer üzünü zülm və fəsad dolduğu zaman ədalətlə yer üzünü dolduracaqdır. Bu Həzrətin buyurduğu bir bizə bəşarətdir.